Cəmi 20 qəpiyə, mədədə olan yanma, mədə turşuluğu, 12 barmaq bağırsanın xorası, qastrit, köp, joqa, köp, həzmsizlik kimi problemlərə son qoyacağını bilirdinmi? Bilmirdinsə mənə diqqətlə qulaq as. Əgər səndə də bu problemlər varsa, sən də bu problemlərə görə sadəcə turşuluq azaldan vasitələri qəbul edirsənsə, bu vasitələr də səndə sadəcə turşuluğu azaldır, amma yenə də müalicə etmirsə, sənə tək bir vasitə göstərəcəm ki, bu vasitə ilə mədədə yaranan xora, 12 barmaq bağırsan xorası, qastrit, yazva, həzmsizlik, köp kimi problemlərə bir dəfəlik son qoyacaqsan, müalicə edərək son qoyacaqsan. İlk öncə ağrıya, qızart və plüs şəhərəsən toxunmağı yaddan çıxartma. Deməli, bunun üçün nə edirsiniz? Yaxınlaşsınız apteklərdən Xelistop tabletka alırsınız. Demək, Xelistop tabletkanın tərkibində bismutrikali var ki, bu da sizin mədənizə yaranan xora, 12 barmaq bağırsan xorası, qastrit, joqa, köp, həzmsizlik kimi problemləri müalicə edərək aradan qaldırmağa kömək edəcək. Yaxınlaşıb istənilən bir apteklərdən əldə edə bilərsiniz. Qiyməti isə hər cürə uyğun və sərfəlidir. İçərisində 56 tabletka var, 4 yaşından yuxarı hər kəs istifadə edə bilər. Deməli, istifadə qaydası isə 12 yaşından böyük hər kəs 2 tabletka gündə 2 dəfə yeməkdən yarım saat əvvəl və yaxud da gündə 3 dəfə 1 tabletka yeməkdən yarım saat əvvəl qəbul eləyə bilər. Yaxınlaşıb istənilən bir aptekdən əldə edə bilərsiniz. Olmayan apteklərdən isə sifariş verib gətizdirə bilərsiniz. Videonu bəyənməyi, səhifəmizə də takib atmağı yaddan çıxartmayın.